Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Esselamu alel Hüseyin ve ala Ali ibn'l Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Hüseyin'e yerler ağlar, göyler ağlar, Bətul-ü Mürtəza peyğəmbər ağlar. Hüseynin köynəyi Zəhra əlində, çəkər qeyha qiyamət məhşər ağlar. Əzalı Məhərrəm ayının 3-cü günüdür. Müteal Allah'a anda verək öz rəhmətinə, öz izzət-i cəlalına. Allah bizi dünya və axirət Əhl-i Beyt əleyhissalamdan ayrı salmasın. Müteal Allah bizləri həqiqətən də İmam Hüseyin əleyhissalama əza saxlayan bəndələrdən qərar versin. İmam Xümeyni ağa buyurur, bugün dinimizdə əlimizdə qalan hər bir şey Aşuradandır. Bugün Aşura məktəbidir ki, dini dinsizlərdən müdafiə edir və məzlumların fəryadına ay verərək, zalimlərin önündə möhkəm dayanıb, Allahın dinini müdafiə edir, məzlumları müdafiə edir. Müsəlmanların bir ümmət və bir millət kimi mövcudluğu İmam Hüseyin əleyhissalamın şəhadətinə bağlıdır, Aşura məktəbinə bağlıdır. Ona görə ki, İmam Hüseyin əleyhissalamın eşqi ilə yanan hər bir şəxs zilləti və köləliyi qəbul etməz, ədalətsizliyi qəbul etməz. Aşura məktəbinin şagirdləri heç vaxt zalimin zülmünə boyun əyməzlər və heç vaxt məzlumun fəryadına biganə qalmazlar. Aşura məktəbi qeyrət məktəbidir. Kərbəla məktəbi izzət məktəbidir. Kərbəla məktəbi şərəf məktəbidir. Kərbəla məktəbi şücaət və şəhadət məktəbidir. Bugün böyük şeytan ordularının qarşısında, böyük şeytan dövlətlərinin qarşısında, şər qüvvələrin qarşısında Aşura məktəbinin qeyrətli əskərləri və şagirdləri dayanır. Həmd olsun Allaha, bugün Aşura məktəbinin şagirdləri dünyada dinimizə qarşı, şiəçiliyə qarşı düşmənçilik aparan şər qüvvələrin qarşısında möhkəm dayanıb, onları diz çöktürüblər. Son zamanlarda İran və İsrail müharibəsində müteal Allah bütün dünyaya Aşura məktəbinin, İmam Hüseyin məktəbinin